Sən gərək bizdən üzr istəyəsən. Çünki Prezident Trump'ın Albaniya ilə Azərbaycan arasında qayırdığı sülh razılaşmasına görə bizi təbrik etməmisən. President Trump made between Albania and Azerbaijan. Bağışla, Rama. And you worked very hard. O çox zəhmət çəkib, əziyyətlərə qatlaşıb. Albaniyanın baş naziri Edi Rama ilə Fransa prezidenti Emmanuel Macron arasında bu ayaqüstü zarafat Danimarkada Avropa Siyasi Birliyinin toplantısı zamanı baş tutub. İlham Əliyev də orada olub. Birləşmiş Ştatlar prezidenti Donald Trump bundan əvvəl bir neçə dəfə Albaniya ilə Azərbaycan arasında sülhə nail olduğunu bəyan edib. Azerbaijan and Albania as an example. Biz Azərbaycanla Albaniya arasında məsələni həll etdik. O, Ermənistanla Albaniyanı səhv salıb. Çünki avqust ayında məhz Trump'ın vasitəçiliyi ilə Ağ Evdə İlham Əliyev və Nikol Paşinyan sülh prosesini təsdiqləyən bəyannaməni imzalayıblar.